Mənə buna bir görüş lazımdır, bir seans lazımdır. Vacib deyil adamla 10 dəfə görüşüm və yaxud da 20 dəfə görüşüm. Tək görüşüm 1 saatında bunun harda olduğunu təyin edib fərqindəliyi yaradıram. Sonrakı 1 saat uşaqlar hara yönləndirək getsin, oxusun. Pulun bərəkəti artırmaq üçün birinci növbədə insan enerjisini artırmalıdır. Yəni insan enerjini, ən vacib mövzu belə deyək də, insan enerjini harda itirdiyini tutmalıdır, başa düşməlidir. Ondan sonra enerjini artırmalıdır. Bu təbii ki, enerjini artırmanın bir neçə yolları var. İnsanlar harda enerji itirir? Bax, bunu bilmək lazımdır. Bunu biləndən sonra işin 50% həll oldu. Yəni insan yalnız bunu bilib, bunu özündə fərqindəliyi ilə dəyişəndən sonra insanın həyatında başlayır əvvəl yada düşmürsə yada düşməyə, fürsətlər çıxmağa, lazım olan insanlar çıxmağa və başlayır insan inkişaf etməyə. Hər şey şəxsi inkişafdan başlayır. Yəni biz şəxsi inkişafa başlayırıq, özümüzü görməyə başlayırıq. Doğru şəkildə, amma indiki vəziyyətdə, yəni izləyicilərimiz, yəni mən qısa vaxt ərzində nə verə bilərəm? Biz qınayanda, biz qeybət eləyəndə, hətta ideyaları boş-boş müzakirə eləyəndə belə enerji itiririk. Yəni qınama 90% silir, qeybət 80% silir, ideyaları boş müzakirə hərəkətsiz olduğu zaman biz enerjimizi 70% itiririk. Yəni burada da yenə enerji itir. Əsas olan insan harda itirdiyini anlasın. Təbii ki, bunu bir mütəxəssislə eləyə bilərlər ancaq. Azərbaycanda 40-dan çox master var. Araşdıra bilərlər, mənə də yaza bilərlər, fərqi yoxdur ki, o masterlər təyin eləsinlər ki, bu adam harda enerji itirir, bunu bərpa eləyək və mən bir şey deyirəm ki, mənə buna bir görüş lazımdır, bir seans lazımdır. Vacib deyil adamla 10 dəfə görüşüm və yaxud da 20 dəfə görüşüm. Tək görüşüm 1 saatında bunun harda olduğunu təyin edib fərqindəliyi yaradıram. Sonrakı 1 saat uşaqlar hara yönləndirək getsin, oxusun. Sən öz işinə nə qatasan, mamacinlə necə münasibət düzəldəsən falan bunun söhbəti gedir. Yəni cəmi 1 saata bunu həll eləmək mümkündür.